Almaniyanın Azərbaycanlı alimi, riyaziyyatçı Məsud Əfəndiyev 1953-cü il oktyabrın 21-də Zaqatalada doğulub. 1991-ci ildən Almaniyada yaşayan alim Münhen, Stuttgart, Berlin universitetlərində sevdiyi peşəni tədris edir. Postsovet məkanında dünyanın 6 aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. O, dünya elmində ən yüksək təltiflərdən hesab edilən Kiçik Nobel mükafatı adlandırılan Almaniya hökumətinin təsis etdiyi Alexander von Humboldt mükafatına layiq görülən ilk Azərbaycanlı laureat olaraq tarixə düşüb. 2022-ci ildə elm sahəsində nailiyyətlərini və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə əməkdar elm xadimi fəxri adına layiq görülüb. Alim müntəzəm olaraq Azərbaycana gələrək müxtəlif elm və ali təhsil müəssisələrində mühazirə, seminar və master-klass təşkil edir. Kanadanın Toronto və Faiz universitetlərinə məruzələr oxumağa dəvət edilib.